Salam, kanalıma hoş geldiniz. Bugün ben size çok tatlı bezeli rulet hazırlayacağım. Bunun için bize lazım olacak 5 yumurtanın ağı. Bunu biraz böyle mikserle çalıram. Biraz ağarana kimi. Sonrası üzerine az bir stəkan dolu şeker pudrasını əlavə edirəm. Bunu da az əlavə eləyə durmadan qarışdırıram. Sonrası üzerine bir paçka vanil ve hardasa bir çay kaşığı kadar, bir çay kaşığından biraz da az limon suyu. Bunları da əlavə edib durmadan qarışdırıram bizə bərkiyənə qədər. Baxın, artıq belə bərkidi. İndi isə üzərinə bir xörək qaşığı kukroz və yaxud da kartof kraxmalı, fərq eləmir. Bunu da əlavə edib bezəni söndürmədən altdan yuxarı belə qarışdırıram. Və yağlı kağız sərilmiş tavanın içərisinə əlavə edirəm və hər tərəfə gələcək şəkildə düzləşdirirəm. Və 150 dərəcədə qızdırılmış sobada hardasa 20 dəqiqəyə qədər bişir. Yenə də sizin sobanızdan asılıdır. Baxın, yanmasın. Yəni amma qapağı da hər dəfə açıb bağlamaq lazım deyil. Elə sobanın şüşəsindən baxsaz bəs eləyər. Bizə bişənə qədər isə kremi hazırlayıram. Krem üçün bizə lazım olacaq yarım stəkan qaymaq, 33-35% qaymaq. Üzərinə isə bir dolu xörək qaşığı qatlaşdırılmış süd, yəni malako. Bunu da belə qarışdırıram qatlaşana kimi. Və baxın, bizə artıq bişib. Bizəni çevirirəm. Elə həmin kağızın üzərinə. Sonra isə kremlə biraz belə torbada götürürəm qırağa üzərini bəzəmək üçün. Qalan kremi isə içərisinə əlavə edib hər tərəfə gələcək şəkildə yaxıram. Kremi belə yaxandan sonra siz istədiyiniz meyvəni içərisinə doğraya bilərsiniz. Yəni zövqünüzdən asılıdır. Mən isə bu gün çəyləkli jiledən istifadə etdim. Jile ilə də çox dadlı alınır. Baxın, belə biraz jile yaxıram. Və sonra ruleti bükürəm. Üzerini belə sadə də saxlaya bilərsiniz və yaxud da kremlə də bəzəyə bilərsiniz. Çox dadlı, çox yüngül, marojna dadında alınan bir desert alınır. Mən bunu sizə göstərmək üçün tez kəsdim, amma 1-2 saat xaladenikdə saxlayandan sonra kəssəz daha dadlı olacaq. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı, mənə dəstək çıxmağı unutmayın. Çox sağ olun.